Salam dostlar. Gün 72 fiziki aktiv və sağlam həyata davam. Bir neçə gün bundan qabaq gördüyüm mənzərəni, ümumiyyətlə tez-tez rast gəlirik bu tip mənzərələrə. Piyada keçidindən insan keçəndə necəsə 1-2 saniyə orada fərqdən qırmızıya düşür də bilmədən və maşın, avtomobil hardasa 100-150 metrəli aralıdadır. Artıq siqnallamağa başlayır. Artıq onu hiss edir uzaqdan. Siqnallamağa başlayır. Bip, bip, bip. Bu tip sürücüləri mən düşünürəm ki də evdə yuxudan duranda artıq siqnal vermək barədə düşünür. Bugün görəsən neçə dəfə siqnal verəcəm. Belə oturub maşına, xodladım. Başlayan kimi başlayır siqnallarla gününə başlayır. Olmaz bunu eləmək və düşünürəm ki, insan axı bayıra çıxır, okey işlərinin dalıyca gedir. Ən əsası ona görə ki, həm də cəmiyyətə bir xeyri olsun, ətrafındakı insanlara xeyri olsun. Nəinki onlara belə stresli hal yaşatsın. Yəni insan ən önəmli birinci yerdədir ki, ona yol verilməlidir. Əgər o çaşıb piyada keçidinə qırmızıda giribsə, saxlamalıdır maşın, avtomobil. Bir də ki, dostlar, nəqliyyat bir yerə komfortlu çatmaq üçündür. Tez, sürətli çatmaq üçün deyil. Çünki idarə edə bilmədiyiniz sürət sizi ölümə aparır. Və sürəti idarə edə bilmək də asan iş deyil. Və hər insan üçün deyil. Ümumiyyətlə, sürətlənmək ölümdür və yolun fərqinə varmamaqdır. Ancaq getdiyin sonuncu nöqtə barədə fikirləşirsən. A nöqtədən B nöqtəyə getmək üçün. Amma yol əslində bu olmalı deyil. Yolu seyr etmək lazımdır. Yolda diqqətli olmaq lazımdır. Çünki B-yə çatana qədər o qədər gözəl, maraqlı nələrsə görə bilərsiniz. Maraqlı hadisələr baş verə bilər. Məqsəd təkcə B nöqtəsinə tez çatmaq olmamalıdır. Belə dostlar, gününüz uğurlu olsun. Sağ olun.